Ay baboş, nə tərsiz uşaqlar. Başqa yerdəyəm, heç çox danışa bilmirəm. Eşidirsən? Sənə bir dənə söz deyəcəm. Kişi kimi düzün denə. Mən Sakon tərəfini tutmuram. Amma sənin bir dənə izləyicilərindən də soruşuram. Dəstəyi qaçırdan bir dənə Sakodur? Yoxsa səndən oynayanda dəstəkçiləri təhqir eləyən bir dənə Sakodur? Yo, sual verirəm. O birisi də payım verdim. Dalaşmıram. Sən sual verirəm izləyicilərə. Sən dəstəkçiləri qaçırdan bir dənə Sakodur? Yo. Ya dəstəkçiləri artıq söz deyən bir dənə Sakodur. Özün yaxşı bilirsən kimlər sənin dəstəkçiləri qaçırdı. Bəli, 2 nəfərdir. 2 nəfər yox, çox əzizim. Sənin dəstəkçiləri elə çoxsunun qapısında yatır, bəzilərinə aiddir. Elə çoxsunun da direktində yatır və səninlə oynayanların əksəriyyəti də sənin dəstəkçilərinin direktində yatır. Tək Sako deyil əzizim. Əgər düzgünlərlə danışmaq lazım, oynamırsansa, oynamaq istəmirsənsə o başqa şey. Birincisi Cəmlə söhbətinin üstündən, Maviş söhbətinin üstündən bir həftə keçib bir. Mən heç kəsi məcbur eləmirəm, amma mən düzün danışan qızam. İkincisi, sən Sakon xəsiyyətini bilirsən ki, Sakonun dilində olsa da sən xətrivi dünyalar qədər çox istəyir. Biz ömrü boyu dalaşmışıq da barışmışıq. Başqa şey deyirəm. Telefon evinə qalanda, onunla sənin də zarafatın var. Bir-birinizə ağzınıza gələni deyirsiniz. Xətrinə dəyir, telefon evinə onda da xətrinə dəysin. Belə baxanda telefon evinə nəsə deyəndə Sako haqlıdır. Denən niyə? Niyə? Özün yaxşı bilirsən. Çünki Sakonun gündəmə gətirdiyi qıza gedib girişib oturub peyka eləyir. Ona da xoş gəlmir. Mən telefon evi xətrini çox istəyirəm ha. Amma məntiqlə baxanda sənin özün kiminsə üzərində əziyyət çəksən, xoşun gəlsə başqası ondan oturub dursa və yaxud da canlatsa xoşuna gələr, oturub durmaq nə mənada? Yəni ondan prim kassa. Xoşun gələr, sual verirəm. Bildim, sən sual verirəm. Xoşun gələr, mən düzün danışan qızam. Xoşun gələr. Gəlməz bəlkə də, amma emailini məndən oynayır. O telefon evi ilə onun öz arasındadır. Sako ilə sənin münasibət. Heç vaxt demişəm ki, baboş, canlıda belə şeylər danışma. Oynamasaz belə şeylər danışmayın. Onsuz da yetəri qədər dalaşırıq, düşmənləri sevindirik. Onsuz da bu dörtlünün dağılmağını istəyən çoxdur. Heç kim dörtlüdən hamı 5-3 manat çörəyin qazanır. Hamının olsa öz izləyicisi özünə, öz yayını özünə. Amma atamın qəbrindən olsun, sənin dəstəkçivi qaçırdan tək o deyil. Üzvə gülüb dəstəkçilərimin direktində yatanlar da çoxdur. Özün də yaxşı bilirsən, mən danışdırma canlı yayımda. Sako səninlə dəstəkçilərimin belə pis çıxmasın, neçə ildir səninlə oynayır. Sənin dəstəkçilərin olsa Sako onu tanıyır. Yəni 10 tərəfə gedib onsa şey eləyən deyirlər. Amma əksəriyyəti var ki, sənin üzvə gülə-gülə belə pis çıxmasın, sənin dəstəkçilərini alıb ələ. Özün də yaxşı bilirsən. Öyle oynamırsan onlarla da oynama da. Onlarla da oynama. Niyə elə zırt başı bunu deyirsən? Onları da dedə. Niyə demirsən? Niyə demirsən? Onu da adını çəkdim. Bir də onu bilirəm. Onu yox, mən ad çəkmirəm. Mən kimdənsə danışma deyirəm ki, onları da dedə. Bir deyil, tosusudur, tosu pis mənada demirəm ha. Başqasıdır. Hamısı oynayanda səni sətr altı təhqir eləyir. Hamısı kim eləmir ki, ay baboş? Hamısı sənin üzərindən prim kasır, sətr altı təhqir eləyir ki, mən buna uduzacağam. Yəni dəstəkçilərin damarına işləyirlər. Belə özün bilərsən, əzizim, oynamaq istəmirsənsə, çörək kəsirik. Amma əylənirik də, burada nə var ki? Yəni biz harada eləmə belə. Canlıda belə şeylər eləmə baboş. Mən kimlərinsə adını çəkmirəm çatda, uşaqlar ad yazmayın. Mən ümumiyyətlə yayıncıların əksəriyyətindən danışıram ki, qızda oğlanlı. Mənim yanımda baboş ağzına gələn deyiblər. Mənlə Sako ən azından dalaşsaq da əsəbimizdən ana belə balasının ağzına gələn deyir. Bir-birimizə demişik, baboş da yeri gəlsə mən ağzına gələn deyib. Amma oturmuşuq, barışmışıq. Amma ki bizim bir-birimizə olan dostluğumuz, bir-birimizə olan sədaqətimiz heç kim bunu bizə verə bilməz baboş. Heç vaxt canlıda belə şeylər danışır. Xahiş edirəm. Sən özün bilirsən ki, biz bir-birimizi yanın heç kəsə vermərik dalaşsaq da. Əsəbləşəndə aqressiya hamıda var. Faxıllara fikir vermə, amma sənin dəstəkçilərini ələ alanlar özün yaxşı bilirsən kimlərdir. Mister çox sağ olun. Özün yaxşı bilirsən. Elə oynamamağa qalsa baboş, onlarla oynama. Yaxşı, özün də yaxşı bilirsən. Mən prosta canlıda mən elə şeylər danışmaq istəmirəm. İndi getdim, özünüz bilərsiniz. Amma heç vaxt belə şeylər danışma. Dörtlü dağılacaq. Düşmənlər nəyə sevindirirsiniz? Oturun oyununuza. Bir saat oyun oynayırıq da. Elə bir girib bir-birimizin evində yaşayırıq. Belə pis çıxmasın. Mən məcburiyyətə görə demirəm. 72 kimə deyirsən az. Belə pis çıxmasın. Məcburiyyətə görə demirəm. Amma dəstəkçi qaçırtmağa qalsa, yayıncıların əksəriyyəti sətr altı səndən oynaya-oynaya səni təhqir edirlər. Dəstəkçiləri də təhqir edirlər. Amma sən Sakoya qalanda telefon evindən onun özünün şeyi var. Özün bilirsən də söhbət nədən gedir. İndi belə özünüz bilərsiniz. Hamısının xətri mənə əzizdir. Getdim, yaxşı. Gir-girdə danışmayın. Matı. Sağ olun uşaqlar.
Matsı. Belə danış. Sənin saflığından hər şey danışsan canlıda. Vaxt var idi mən də eləydim. Ona görə deyirəm ki, danışma. Canlıda danışma. Yes.